Ki bugün milli lider Heydər Əliyevin vəfatından 22 il keçir və milli liderin xatirəsi həm Azərbaycanda, eyni zamanda xarici ölkələrdə də ehtiramla yad edilir və biz də verilişimiz boyunca milli liderin keçdiyi ömür yolunda yerilən daxili siyasətdən, beynəlxalq əməkdaşlıqlardan, iqtisadi addımlardan, neft strategiyasına, yəni Heydər Əliyevin keçdiyi şərəfli ömür yoluna birgə nəzər salmağa çalışacağıq. Təbii ki, studiya qonağımız da var. Milli Məclisin sədr müavini Əli Əhmədov bizimlədir. Xoş gəlmisiniz Əli bəy. Sağ olun. Əli bəy, düzdür, milli liderin həyat yoluna biz nəzər salacağıq, amma istəyirəm ki, bir xronoloji ardıcıllıqla əslində az öncə qeyd elədiyim bütün istiqamətlər üzərindən bir qədər danışaq. Təbii ki, sizin məlumatlarınız bu mövzuda təbii ki, daha çoxdur. Amma ilkin olaraq istəyirəm bir Qarabağ münaqişəsi məsələsindən başlayaq. Nəzərə alsaq ki, həmin ərəfələrdə düzdür, ən gərgin dövrləri keçirirdi Azərbaycan və bir siyasi böhran məsələsi var idi, təhlükəsizlik məsələsi, problemlərimiz var idi və həmin ərəfələrdə Heydər Əliyevin hakimiyyətə gəlməsi bizə Azərbaycanda necə bir dönüş yaratdı. Bu mövzulardan da başlaya bilərik. Təbii ki, bundan öncəki bir tarix də var və bundan sonraki tarixə də bir xronoloji ardıcıllıqla nəzər yetirəcəyik. Hər şeydən əvvəl mən onu qeyd eləmək istəyirəm ki, milli lider Heydər Əliyev Azərbaycan xalqının həm yaddaşında, həm də xatirələrində qurucu və xilaskar lider kimi yaşayır. Ümumiyyətlə, siyasi tarixdə belə ölçülərə malik olan liderləri axtarıb tapmaq o qədər də asan deyil. Heydər Əliyev uzun müddət Azərbaycana müxtəlif fazalarda və formasiyalarda rəhbərlik edibdir və beləliklə də Azərbaycanın ictimai-siyasi həyatında kifayət qədər önəmli hadisələr və əldə olunan nailiyyətlər milli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Azərbaycanın Sovet dönəmində Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi zaman Azərbaycan o zaman Sovetlər Birliyində ən inkişaf etmiş bir respublikaya çevrildi. Bu sadəcə olaraq həmin dövrdə əldə olunan nailiyyət olaraq qalmır. Bu eyni zamanda Azərbaycanın gələcək perspektiv, müstəqilliyə doğru inkişafı üçün yaradılan bir fundament baza kimi qiymətləndirilməlidir. O millət özünü müstəqil dərk eləməyə başlayır ki, o inkişaf etsin, iqtisadiyyatı inkişaf etsin, özünü idarə etməyi bacarsın və bütün bunların əsasında, fonunda müstəqillik uğrunda fikirlər, ideyalar daha aydın şəkildə millətin düşüncəsində və təfəkküründə formalaşır. Heydər Əliyevin Sovet dövründə Azərbaycana rəhbərlik etdiyi zaman Azərbaycan xalqı və ölkəmiz qarşısında ən böyük xidməti ondan ibarətdir ki, Azərbaycanı inkişaf etdirməklə Azərbaycan xalqını da gələcək müstəqillik və azadlıq uğrunda mübarizəyə sanki hazırlayırdı. Əlbəttə, o zaman bu açıq şəkildə deyilmirdi, amma həyata keçirilən siyasətin arxasında duran, arxa planında duran niyyət də, məqsəd də bundan ibarət idi. Azərbaycan inkişaf etdikcə Azərbaycan xalqının milli təfəkkürü formalaşıb, daha da inkişaf edirdi. Bu milli təfəkkür təbii ki var idi, amma ölkənin inkişafı, xalqın inkişafı, əldə olunan nailiyyətlər bir xalqın, bir toplumun daha müstəqil şəkildə yaşaması üçün onda rəyləri formalaşdırdı. Bu mənada Heydər Əliyevin Azərbaycan qarşısında xidməti və gələcək müstəqillik uğrunda aparılan, müstəqil Azərbaycan uğrunda aparılan mübarizədə hesab edirəm ki, fundamentin qoyulması nöqteyi nəzərindən böyük rolu və əhəmiyyəti aydın şəkildə qeyd edilməlidir. Heydər Əliyevin Azərbaycan qarşısındakı böyük xidmətlərinin əhəmiyyətli bir hissəsi təbii müstəqil Azərbaycanın və müstəqil Azərbaycan dövlətinin formalaşması ilə əlaqədardır. Bu mənada Azərbaycan xalqı Heydər Əliyevi həm xilaskar lider, həm də qurucu lider kimi qeyd edir. Birinci mərhələdə Heydər Əliyevin fəaliyyəti əsas elbədə quruculuq missiyası üzərində qurulmuşdu. Amma 90-cı illərin əvvəllərində Azərbaycan artıq müstəqilliyini əldə etdikdən sonra ölkədə xaos, anarxiya və Ermənistanın hərbi təcavüzü nəticəsində baş verən xoşa gəlməyən hadisələrin nəticəsində yumşaq şəkildə desək, Heydər Əliyevə Azərbaycanda böyük bir ehtiyac yaranmışdı. Azərbaycanın xilas edilməsi o zaman insanları düşündürən ən başlıca məsələ idi. Və bu missiyanı da təbii ki, Heydər Əliyevdən başqa heç kim özlərinə götürə bilməzdi və Azərbaycan xalqı da məhz elə o cür fikirləşirdi ki, Azərbaycanın düçar olduğu bəladan xilas olması missiyasını yerinə yetirə biləcək yeganə lider Heydər Əliyev idi və Heydər Əliyev 93-cü ildə qayıtmaqla o xilaskarlıq missiyasını da uğurla həyata keçirdi. Çox qısa bir müddətdə xaos, anarxiya cilovlandı
separatist meyllər aradan qaldırıldı. Ermənilərin hərbi təcavüzünün müəyyən qədər Azərbaycanın daha dərinliklərinə irəliləməsinin qarşısı alındı və ölkəmiz üçün çox mühüm əhəmiyyət kəsb edən atəşkəs haqqında müqavilə imzalandı. Bəli. Sonraki mərhələdə isə təbii ki, yenidən quruculuq missiyası həyata keçirildikdən sonra, uğurla həyata keçirildikdən sonra Heydər Əliyevin yenidən quruculuq missiyası artıq müstəqil Azərbaycan dövründə quruculuq missiyası başladı. Müstəqil Azərbaycan dövlətinin qurulması Heydər Əliyev özü qürur hissi ilə bunu qeyd edirdi. Onun fəaliyyətinin başlıca nəticəsi və şah əsəridir. Təbii bugün biz müstəqil Azərbaycanın nə qədər böyük inkişaf mərhələsinə çatdığını qeyd edirik və bununla yanaşı eyni zamanda bu dövlətin məhz Heydər Əliyev tərəfindən qurulduğu, Heydər Əliyev tərəfindən yaradıldığı, onun inkişaf istiqamətlərinin Heydər Əliyev tərəfindən müəyyənləşdirildiyi açıq şəkildə bizim insanlarımız tərəfindən etiraf edilir. Siz 93-cü ildə məhz milli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi və ondan sonraki diplomatik addımlarına əslində bir növ nəzər saldınız. Müəyyən dərəcədə bizə də xatırlatmağa çalışdınız. Təbii ki, burada separatçılarla mübarizə məsələsi var idi. Sizin ümumiyyətcə ermənilərlə bağlı dediyiniz məqamlar da çox önəmlidir, xüsusən də Ermənistanla. Həmin hakimiyyəti dövründə, yəni ilkin prezidentlik dövründə sadəcə diplomatik baxımdan atılan addımları deyil, biraz da istəyirəm Əli bəy, milli ordu quruculuğumuz məsələsinə də toxunaq. Yəni orada da kifayət qədər fəaliyyəti olduğunu düşünürəm. Biraz buna da nəzər yetirərmi? Təbii. Heydər Əliyevin çox böyük müxtəlif sahələrdə xidmətləri olub və bununla biri də ordu quruculuğu ilə əlaqədardır və bunun kökü təbiidir ki, Sovet dövründə Azərbaycanda ordu quruculuğu istiqamətində gələcək müstəqil Azərbaycanın ordu quruculuğu kimi qiymətləndirilə biləcək addımlar da atılırdı. Amma konkret olaraq artıq müstəqil Azərbaycanda ordu quruculuğunun əsası Heydər Əliyev tərəfindən qoyulubdur. Nizami ordunun yaradılması, onun gücləndirilməsi, hərbi qüdrətimizin, ölkəmizin qüdrətinin artırılması bu Heydər Əliyevin bilavasitə həyata keçirdiyi siyasətin nəticəsidir. 90-cı illərin əvvəllərində ermənilərin hərbi təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı o itkilərin çoxlu sayda səbəblərin içərisində Azərbaycanın nizami ordusunun olmaması ayrıca vurğulanmalıdır və buna görə də Heydər Əliyev bu problemi həll etməyin ən vacib yollarından birini Azərbaycanın müstəqil, güclü nizami ordusunun formalaşmasında görürdü. Əlbəttə, bu mövzuda danışarkən Sovet dövründə yaradılan Naxçıvansk adına hərbi məktəbi və onun yetirdiyi kadrların gələcək Azərbaycanın müstəqil ordusunda istifadə olunması da ayrıca qeyd olunmalıdır. Ona görə də hesab edirəm ki, bizim əldə elədiyimiz nailiyyətlərin, qələbələrin içərisində, o cümlədən də 2020-ci ildə əldə elədiyimiz möhtəşəm qələbənin qazanılmasında Heydər Əliyevin ordu quruculuğu sayəsində başladığı işlərin çox əhəmiyyətli rolu olubdur. Bəli, ordu quruculuğundakı ciddi dəyişikliklərdən də danışırıqsa, xüsusən də daha sonra ardınca da məhz Ermənistanla bir razılığın əldə olunması, atəşkəsin əldə olunmasından danışırıqsa, 94-cü ildən təbii ki, söhbət gedir. Bunun ardınca milli liderin bir iqtisadiyyat sahəsində, yəni Azərbaycanın iqtisadi potensialının inkişaf etdirilməsi, xüsusən də neft baxımından və Azərbaycana yeni investisiyaların cəlb olunması baxımından önəmli bir tarixdir deyə düşünürəm. Söhbət əsrin müqaviləsindən gedir, Əli bəy. Bunun təməli təbii ki, milli lider Heydər Əliyev tərəfindən əsası qoyuldu və Azərbaycana nələr qatdı? Əvvəla onu qeyd eləmək istəyirəm ki, Heydər Əliyevin həyata keçirdiyi bütün siyasət ciddi konsepsiya üzərində həyata keçirildi. O təsadüfi, belə deyək də, günün tələbləri şəklində ortaya atılan problemlərin həlli şəklində deyil, müəyyənləşdirilmiş konsepsiya, strategiya əsasında reallaşdırılan bir siyasət idi. O cümlədən də indi sizin xatırlatdığınız məsələlər. Heydər Əliyevin açıq şəkildə qeyd elədiyi bir fikir mən vurğulamaq istəyirəm. İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Ona görə də Heydər Əliyev Azərbaycanın həm o zamanki məğlubiyyətin aradan qaldırılmasının, itirilmiş torpaqların aradan qaldırılmasının çox ciddi əsaslarından birində Azərbaycanın iqtisadiyyatının güclənməsində görürdü. Təbiidir ki, o zaman müharibə münaqişə olan bir ölkəyə investisiyanın, sərmayənin qoyulması, xüsusilə də ciddi şirkətlər tərəfindən sərmayənin qoyulması çox ciddi risklər yaradırdı. Ona görə də Heydər Əliyev 94-cü ildə atəşkəs rejimini bağlamaqla, bu sazişi bağlamaqla Azərbaycanın gələcəyi üçün çox ciddi xidmətləri
həyata keçirmiş oldu. Birincisi, Azərbaycan münaqişənin həll olunması üçün özünə çox lazım olan vaxtı qazanmış oldu. İkincisi isə Azərbaycan iqtisadiyyatının ehtiyac hiss elədiyi xarici sərmayələrin əldə olunması üçün ölkədəki sabitliyin, o cümlədən də münaqişənin aradan qaldırılması, fasilənin təmin edilməsi baxımından bu sazişin əldə olunması, yəni atəşkəs haqqında sazişin əldə olunması çox mühüm əhəmiyyət kəsb edirdi. Yalnız bundan sonra həmin sazişin sayəsində neft sazişləri, neft strategiyası hazırlana bildi. Neft strategiyasının o zaman qəbul olunmasının iki fundamental əsası, iki fundamental təminatı var idi. Bunun biri əldə olunan atəşkəs haqqında razılaşma idi ki, artıq ölkədə risk ehtimalı çox aşağı salınmışdı. İkincisi isə Heydər Əliyev amili idi. Yalnız bu iki amilin nəticəsində ciddi şirkətlər Azərbaycana böyük investisiyalar qoydular və Azərbaycanın birincisi iqtisadiyyatının inkişaf etdirilməsi üçün təməl yaradılmış oldu. Lakin bu söhbət təkcə iqtisadi təməl məsələsi deyildi. İqtisadi inkişafın arxasınca Azərbaycanın hərbi qüdrətinin artırılması üçün imkanların yaradılması təmin edilmiş olurdu ki, bu da həm Heydər Əliyevin dövründə, həm də ondan sonra Heydər Əliyevin layiqli davamçısı prezidentimiz İlham Əliyevin dövründə uğurla həyata keçirildi. Azərbaycanın çox qüdrətli ordusu yaranmış oldu. Üçüncü istiqamət, Azərbaycanın insanlarına rifahını yaxşılaşdırması istiqamətində imkanlar yaradıldı. Dördüncüsü isə Azərbaycanın diplomatik imkanları beynəlxalq aləmdə nüfuzunun artması üçün çox ciddi bir baza yaradılmış oldu. O zaman geopolitik risklər ciddi şəkildə bunun sayəsində azalmış oldu və Azərbaycanın beynəlxalq aləmdə rolu da artırıldı ki, bu da nəticə etibarilə 2020-ci ildə Azərbaycanın möhtəşəm qələbəsinin əldə olunmasında rol oynayan həlledici amillərdən, faktorlardan biri idi. Bəli. Bu arada neftdən danışırıqsa, Əli bəy, biraz da enerji infrastrukturundan, boru kəmərlərindən də danışaq. Ardınca bildiyiniz kimi Bakı-Supsanın tikintisinə başlanıldı həmin dövrdə. Daha sonra da Bakı-Tbilisi-Ceyhanın əslində bir növ təməli platforma olaraq istifadəyə verildi və hazırda indi nəzərə alsaq, o vaxt təməli qoyulan, əsası qoyulan və ya tikintisinə başlanılan bu cür layihələrin bugünkü müasir dövrdə Azərbaycana qazandırdıqları və təbii ki, müasir dövrdə davam etdirilən uğurlu siyasətin nəticəsində daha da əslində inkişaf etmişik, daha çox nailiyyətlər əldə etmişik deyə bilərikmi? Təbii deyə bilərik. Ümumiyyətlə, indiki dövrdə təbii resurslardan istifadə olunmanın ən mühüm şərtlərindən biri müvafiq infrastrukturun, o cümlədən də daşınma infrastrukturunun mövcud olması çox mühüm əhəmiyyət kəsb edir. Təbii ki, Azərbaycanın təbii neft ehtiyatları var idi, qaz ehtiyatları mövcuddur. Lakin bunun işlənilməsinin çox vacib cəhətlərindən biri də eyni zamanda onun dünya bazarına çıxarılmasından ibarətdir. Əgər biz bunu dünya bazarına çıxara bilmiriksə, xüsusilə də Azərbaycanın açıq dənizlərə çıxışı olmadığına görə problem daha da çətinləşirdi. Onda Azərbaycanın malik olduğu resursların hər hansı bir ciddi dəyəri təbii ki, olmayacaqdır. Ona görə də Heydər Əliyevin neft konsepsiyası bir yandan Azərbaycanın zəngin təbii ehtiyatlarının işlənilməsi üçün xarici sərmayələrin cəlb olunmasından ibarət idisə, İkinci istiqamət, əldə olunan resursların dünya bazarına çıxarılması üçün neft xəttinin, təbii ki, sonraki dövrdə isə artıq prezidentimiz tərəfindən qaz xəttinin inşa edilməsi ilə əlaqədardır. Bu, o qədər də asan məsələlər deyildi. Neftin hasil olunması üçün nə qədər böyük səylər göstərilmişdirsə, neftin dünya bazarına çıxarılması üçün Bakı-Tbilisi-Ceyhan boru xəttinin çəkilməsi üçün Heydər Əliyev hesab edirəm ki, ondan heç də az olmayan titanik səylər göstərdi və nəticə etibarilə bax, bu neft ixracı konsepsiyasını regionda və nəinki regionda hesab edirəm ki, dünyada ciddi şəkildə dəyişə bilən layihələr reallaşmış oldu, gerçəkləşmiş oldu və bugün biz qüdrətli Azərbaycan haqqında danışarkən ilk növbədə təbii ki, Azərbaycan neftinin və Azərbaycan qazının dünya bazarına çıxarılması üçün Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı və o strategiyanın uğurla həyata keçirilməsini qeyd eləməliyik. Strategiyadan danışırıqsa, Əli bəy, bir idarəçilik strategiyasından, xüsusilə də Konstitusiyanın qəbul edilməsi mərhələsi də çox önəmlidir bir dövlət üçün, müstəqil bir dövlət üçün və təbii ki, digər detallar da var. Burada necə idi tarixə nəzər yetirsək? Əgər söhbət müstəqil dövlət quruculuğundan gedirsə, bunun İqtisadi əsasları ilə yanaşı, hüquqi əsasların yaradılması da çox ciddi əhəmiyyət kəsb edir. Və təbii ki, həm təcrübəli, həm də müdrik insan olan Heydər Əliyev
Azərbaycanın, müstəqil Azərbaycan dövlətinin etibarlı əsasının yaradılmasında Konstitusiyada nə qədər əhəmiyyətli rol oynadığını aydın şəkildə dərk edirdi. Ona görə də Heydər Əliyev o dövr üçün Azərbaycanın gələcək müstəqil dövlətinin hüquqi əsasları olan Konstitusiyanın yaradılmasını ilk olaraq qarşıya qoydu və 95-ci ildə Azərbaycanın Konstitusiyası hesab edirəm ki, qəbul edildi və bugünə qədər də Azərbaycan dövlətinə, Azərbaycan dövlətçiliyinə xidmət göstərir. Bu il Azərbaycanda Müstəqil Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 illiyi qeyd olunur. Və etiraf eləmək lazımdır ki, Müstəqil Azərbaycan dövlətinin indi iqtisadi cəhətdən, siyasi cəhətdən, digər parametrlər baxımından, ölçülər baxımından qüdrətli olmasının hüquqi əsası Azərbaycanın Konstitusiyasındadır. Bu Konstitusiyada insanın hüquq və azadlıqları ilə yanaşı Azərbaycan dövlətinin səmərəli şəkildə fəaliyyət göstərməsi baxımından lazım olan bütün ölçülər, bütün parametrlər və bütün şərtlər özünün əksini tapıbdır. Hesab edirəm ki, Azərbaycan Konstitusiyası dedikdə biz bugünkü Azərbaycanı, bugünkü Azərbaycan dövlətini, bugünkü Azərbaycan dövlətinin nailiyyətlərini birmənalı şəkildə etiraf etməliyik. Əgər bu hüquqi əsas olmasaydı, yəqin ki, fundamenti olmayan ev nə qədər etibarsız olursa, ciddi hüquqi əsasları olmayan dövlətin də səmərəli şəkildə fəaliyyət göstərməsi təbii ki, mümkün deyildir. Bu mənada, əgər dövlətimiz bütün sahələrdə nailiyyətlər və uğurlar qazanıbsa, bunun əhəmiyyətli bir hissəsi çox etibarlı və hesab edirəm ki, çox ətraflı Azərbaycanın müstəqil Konstitusiyasının qəbul olunmasıyla əlaqələndirilməlidir. Xronoloji olaraq gediriksə, Əli bəy, bilirsiniz ki, ikinci dəfə milli lider yenidən 98-ci ildə Azərbaycan Respublikasının prezidenti seçildi. Bu, əslində güvənin, inamın, etibarın, yaxşı aparılan bir diplomatiyanın etibarlı bir göstəricisi idimi ki, Azərbaycan xalqı tərəfindən növbəti dəfə seçildi? Azərbaycan xalqının Heydər Əliyevə inamı olmasaydı, 1993-cü ildə Azərbaycanın ən təlatümlü bir taleyinin yaşandığı dövrdə Azərbaycan xalqı Heydər Əliyevi hakimiyyətə dəvət edəməzdi. Bəli. Ona görə də xalq tərəfindən etimad və etibar məsələsi təbii ki, həmişə Heydər Əliyevə münasibətdə mövcud olubdur. Çünki bu etibarı və etimadı Heydər Əliyev Azərbaycana hələ Sovet dövründə rəhbərlik edərkən qazanmışdı. Digər bir tərəfdən isə 98-ci ildə Heydər Əliyevə etimadın və etibarın daha da artmağını biz qeyd edə bilərik. Ona görə ki, Heydər Əliyevin qayıdışı ilə Azərbaycanda insanların çox ciddi şəkildə narahat edən xaos, anarxiya, özbaşınalıq və Azərbaycan dövlətçiliyinin itirilməsi təhlükələri aradan qaldırıldı. Bu, müstəsna olaraq Heydər Əliyevin xidməti idi. Digər hər hansı bir amil burada heç bir rol oynamayıb. Yalnız Heydər Əliyev şəxsiyyəti. Ona görə də Azərbaycan vətəndaşları aydın şəkildə dərk edirdilər ki, bu qədər təcrübəyə, bu qədər xalq tərəfindən etimada layiq olan təcrübəli bir insanın Azərbaycana yenə də rəhbərlik eləməsi yalnız Azərbaycanın inkişafına, Azərbaycanın daha da güclənməsinə, daha da qüdrətinin artmasına xidmət edəcəkdir. Və ona görə də 98-ci ildə yenidən Azərbaycan vətəndaşları məmnuniyyətlə öz səslərini Heydər Əliyevə verdilər. Son olaraq da bir sualım olacaq. Bəli, qeyd edirsiniz bütün detalları, Əli bəy ki, əsası Heydər Əliyev tərəfindən qoyulan siyasi, sosial, iqtisadi bütün inkişaf nailiyyətlərin hər biri günümüzdə də davam etdirilirmi? Ümumiyyətlə, geniş miqyaslı şəxsiyyətlərin ölçülərinin birincisi onun fəaliyyətinin bilavasitə nəticələridirsə, İkinci ölçü, onun siyasətinin gələcəkdə davam etməsi ilə əlaqədardır. Heydər Əliyev hesab edirəm ki, o qədər geniş miqyaslı şəxsiyyətlərdəndir ki, o həm özünün bilavasitə rəhbərliyi altında böyük nailiyyətlər əldə edibdir. İkinci bir tərəfdən isə onun müəyyənləşdirdiyi strategiya, onun özü həyatda olmadığı dövrdə də xalqa və dövlətə xidmət göstərir. Bugün Azərbaycanda Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, ölkəmizdə həyata keçirilən siyasət Heydər Əliyev siyasətidir. Azərbaycan vətəndaşları da aydın şəkildə dərk edirlər ki, bugün ölkəmizin uğurlarının əldə olunmasında, möhtəşəm qələbənin əldə olunmasında Heydər Əliyev amili və Heydər Əliyev siyasəti əhəmiyyətli rol oynayan amillərdən biridir. Bayaqlar biz atəşkəs sazişindən danışdıq.
Əslində 2020-ci ildə qazanılan möhtəşəm qələbənin fundamenti 1994-cü ildə imzalanan atəşkəs sazişi ilə qoyulubdur. Azərbaycan əgər o zaman atəşkəs sazişini imzalamasaydı, iqtisadiyyatını dirçəltməsəydi, ordu quruculuğu ilə məşğul olmaq üçün, ordunu gücləndirmək üçün vaxt qazanmasaydı, möhtəşəm orduya sahib olmasaydı, 2020-ci ildə yəqin ki, biz bu qələbəni əldə edə bilməyəcəkdik. Ona görə də qələbəmizin əldə olunmasında da Heydər Əliyev strategiyası və uzaqgörənliyi özünü göstərir. Bugün Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin yeni şəraitdə uyğunlaşdırılmış Heydər Əliyev strategiyası olduğunu və yeni şəraitdə İlham Əliyev tərəfindən şəraitə uyğunlaşdırılmış, zənginləşdirilmiş bir siyasi xətt olduğunu aydın şəkildə dərk edirlər. Həm də onu dərk edirlər ki, yenə də Heydər Əliyev Azərbaycan xalqına öz strategiyası ilə xidmət göstərir. Təşəkkür edirəm. Minnətdaram sizə. Əli bəy, sizlə həmsöhbət olmaq xoş idi və təhlillərinizi, təbii ki, xatirələrinizi də bizlə bölüşdüyünüz üçün bir daha təşəkkürlər.